kim nə iddia eləyir, gərək onu subut gətirsin. Biz o adama sual veririk. Yaxşı, sən bunu iddia eləyirsən. 1500 il İslam əlhəmdülillah var. Sən təzə şey çıxartmısan indi. Əlhəmdülillah, sənin o xurafatlarında 100 il iş yoxdur. Tarixinə baxsa 100-200 il yoxdur bu xurafatlara. Bu 1500 il ərzində bizə ilk təfsirlər var, Tabarinin təfsiri var və s. təfsir kitabları var, hansılar ki 200-300 il sonra Peyğəmbər sallallahu əleyhi və səlləm yazılıb. Hədislər var. Kim onları belə şərh edir? Yəni sən deməyin odur ki, sən demək istəyirsən ki, 1500 il ya 1400 il müsəlmanların zəlalət içində olublar. 1500-400 il müsəlmanlar haqq görməyiblər. Sən indi 21-ci əsrdə haqqı tapdın. Quranı düzgün başa düşdün. Bundan qabaq nə qədər müsəlmanlar, milyonlarla, milyardlarla müsəlman olub, yüzlərlə müsəlman dövlətləri olub, dövlət başçıları olub, onlarda ziyalı insanlar olub, hamısı zəlalət içində olub. Sən demə. Sən indi gəldin, təzə şey açdın. Söz ki, yəni bu hamısı zəlalətdir.